Bəqərə surəsi. Bu surə Mədinədə nazil olmuş və 286 ayədir. Bismillahirrahmanirrahim. Elif lam mim. Bağışlayan və mehriban Allahın adıyla. Elif lam mim. Bu hərflər Allahla Peyğəmbəri arasında olan bir sirridir. Zəlikəl kitabu la raybə fih. Huden lil muttaqin. Bu kitabın haqq olduğunda heç bir şək şübhə yoxdur. Təqvalara doğru yol göstərən və onları hidayət edən kitabdır. Əl-ləzīnə yu'minunə bil-ğaybi və yuqimunəs-salətə və mimmə rəzəqnəhum yunfiqun. Təqvalılar o kəslərdir ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzilərdən başqalarına da sərf edirlər. وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ. Təqvalılar həm də o kəslərdir ki, sənə və səndən qabaqki peyğəmbərlərə nazil olunan müqəddəs kitablara iman gətirir, ahirətə də şəksiz inanırlar. Ulaika ala hudan min rabbihim və ulaika humul muflihun. Onlar Rəbbiləri tərəfindən hidayət olunmuşlardılar. Saadətə çatanlar da onlardır.